Salam əziz müəllimlər, necəsiniz? Ümid edirəm ki, yaxşısınız. Deməli, texnologiyadan hazırladığım 7-ci sinifə aid 7-11-ci mövzuları əhatə edən test sınağının izahını vermək istəyirəm. Deməli, birinci sualda yazar ki, zivannanın qalınlığı 15 sm, yuvanın və yarığın yanağının qalınlığı 5 sm olarsa, detalın qalınlığı nəyə bərabər olar? Burada cavab C variantıdır. Amma izahını PDF şəklində hazırlamışam. İndi izahın üzərindən keçək ki, nə cür C variantı cavab 25 alınıb. Baxaq. Deyir ki, bizdə düstur var idi kitabda S2 bərabərdir 0,5, SO çıxılsın A. S2 yuva və yarığın yanağının qalınlığı idi, SO detalın qalınlığı idi, A isə bir qaz zivannanın qalınlığı idi. Deyir zivannanın qalınlığı 15 cm. Deməli bir qaz zivannamızın qalınlığı 15 cm-dir. A bərabərdir 15 cm. Yuva və yarığın yanağının qalınlığı, yəni S2 5 cm idi. S2 də o da bərabər 5 cm. SO, yəni detalın qalınlığının artıq düsturumuzda deyir, detalın qalınlığını tapın. SO bərabərdir sual işarəsinə. Demək, düsturumuzu yazırıq yenə. S2 bərabər 0,5, SO çıxılsın A. Deməli, bizə verdi S2-in 5. 5 bərabərdir 0,5, SO detalımızın qalınlığı yoxdur. Çıxaq 15. 5 bərabərdir 0,5-i SO-ya vurarıq, 0,5-i 1,15-ə vurarıq, cavab olacaq 7,5. 0,5 SO-nu bərabərlikdən sola keçirdirik. Bərabərin, deməli, bu müsbət 5 bu tərəfə keçəndə mənfi olacaq. Mənfi 5 çıxılsın 7,5. Mənfi onda olacaq, toplanmalıdır. 0,5 SO bərabərdir. Toplandıqda 5 üstəlik 7,5, 12,5 eləyəcək. SO da bərabərdir 25-ə. Yəni, bu da nə cür alınacaq? 12,5-i böləcəyik 0,5-ə, o da olacaq nə? 25. Cavab olacaq C variantı 25 santimetr. Digər testlərimizin izahına baxırıq. Bir dəqiqə əziz müəllimlər, yenidən testimizin üzərinə gəlirik. Deməli, bir də cavab oldu nə? C variantı. Keçirik ikinci. Detalın qalınlığı 60 cm olarsa, yuva və yarığın yanağının qalınlığını tapın. Deməli, bax, bizdə 2 rəqəmli verdikdə birinci düsturdan istifadə edirdik. Kitabımızın birinci düsturunda. Gəlin, kitabda da həmin düsturları göstərim sizə. Bir dəqiqə gözləyin. Görürsünüz, S2 bərabərdir 0,5, SO çıxılsın A. Birinci düsturumuz isə A bərabərdir 0,4, SO. Bu da bir düsturumuzdur, ikinci düsturumuz da budur. İndi testimizin üzərinə gəlir. Testimizdə əgər, deməli, bir rəqəm varsa, sadəcə yalnız bir rəqəm verilibsə, bu zaman nə edirik? Detalımızın sadəcə qalınlığını verib 60 cm olarsa, yuva və yarığın yanağının qalınlığını tapın. Burada cavab D variantıdır 27. Gəlin, amma indi izahını Word-də hazırlamışam, baxağın. Deməli, düsturumuz A bərabərdir 0,4 SO, kitabda da göstərdim. Detalın qalınlığı SO bərabərdir 60 cm. Çünki detalımızın qalınlığını veribdir. Yuva və yarığın qalınlığı isə S2. Yuva və yarığın yanağının qalınlığını tapın deyir. Və ikinci düsturumuz da S2 bərabərdir 0,5, SO çıxılsın A. Düzdürmü? Bu birinci düsturumuz var idi. A bərabərdir 0,4 SO. Dedik ki, detalımızın qalınlığı SO bərabərdir 60 cm. A bərabərdir 0,4 SO. A bərabərdir 0,4. SO-nun yerinə qoyuruq 60-ı. Çünki 60 detalımızın qalınlığı verir axı. 60-a o da bərabərdir 6 cm. 0,4-ü vuruq 60-a o da bərabərdir 6 cm. A-nı tapdıq ki, bir qaz zivannımızın qalınlığı eləyir 6 cm. Düzdürmü? SO-muz da 60 cm-dir. İkinci düsturumuz var idi. S2 bərabərdir 0,5. SO çıxılsın A. Onun yerinə qoyuruq 0,5. SO-muz oldu 60. 60-dan çıxırıq. A bir qaz zivannamızın qalınlığı da 6 cm. 6. O da bərabərdir 0,5-ə 60-a vuranda 30. 0,5-ə 6-ya vuranda 3. 30-dan da 3 çıxanda 27. Cavab eləyəcək 27 D variantı. Keçirik növbəti testlərimizə. Növbəti testimizə baxırıq. Üçüncü testdə deyir ki, cöşə ağacı oduncağın qurudulmadan öncə çəkisi 9 kq, qurudulduqdan sonra çəkisi isə 4 kq-a bərabərdirsə, oduncağın rütubətini tapın. Burada cavab 3-də C variantı 125-dir. İndi gəlin həllinə baxağın. Həllində bizim düsturumuz var idi. X bərabərdir P1 çıxılsın, P2 bölünsün, P2 vurulsun 100 və yaxud da ki, W bərabərdir M1 çıxılsın, M2 mötərəcəm bağlayırıq, bölünsün, M2 vurulsun 100. Fərqi yoxdur, eyni düsturdur. Biz oduncağın, deməli, nəmliyini tapırıqsa, rütubətini tapırıqsa, bu düsturdan istifadə olunur. X bərabərdir P1 çıxılsın, P2 bölünsün, P2 vurulsun 100. Deməli, P1-imizi veribdir nə? 9 kq. P2-mizin də yerinə qoyuruq 4. Sonra da P2 təkrarən 4-ə bölürük. 9-dan 4 çıxanda 5. Deməli, 4-də 5 vurulsun 100. O da bərabərdir. 5-i 4-ə böləndə 1,25 vurulsun. 100 o da bərabərdir 125. Cavab olacaq C variantı. Aydındır. İndi digər məsələlərə baxaq.
Buradan testimizə qaydaq. Testimizdə deməli 1, 2, 3-ü baxdıq. 4-ə baxırıq. 4-də deyir aparan qasnağın diametri D1 bərabərdir 60 mm. Aparılan qasnağın dövrlər sayı N2 300 dövr dəqiqə. Aparılan qasnağın diametri D2 90 mm olarsa, aparan qasnağın dövrlər sayı N1-i tapın. Bizdə deməli burada kitabda verilən düstura əsasən məsələni həll edirik. Cavab olacaq B variantı 450. İndi gəlin həmin məsələnin izahına baxaq. Deməli, düsturumuz I bərabərdir N1 bölünsün 2 və o da bərabər D2 D1-ə. Əgər biz N1-i tapırıqsa, məxrəc D1 olmalıdır. Əgər N2-ni tapırıqsa, məxrəc D2 olmalıdır. Deməli, məxrəclərdən verilən rəqəm eyni olmalıdır. N1-i tapırıqsa, o dəqiqə məxrəc D1 olacaq. N2 vurulsun D2, o da bərabərdir. Burada verilənləri yerinə qoyuruq. N2-miz nədir? 300. D2-miz nədir? 90. D1-imiz nədir? 60. 300-ü 90-a vuranda 27.000, daha doğrusu 27.000 bölürük 60-a, o da bərabərdir 450 dövr dəqiqə. Cavab deyiləcək A variantı 450 dövr dəqiqə. Burada A verilibdir, amma testdə bir dəqiqə gözləyin. Testdə amma məncə B olmalıydı. 450-miz testdə harda verilmişdi? Bir dəqiqə bir də təzədən baxırıq. Testimizdə 450 verilibdir bizim B variantında. Aha, burada cavab B variantı olacaq. Yəni əsas cavabın uyğunluğudur 450-dir. Cavab B variantıdır. Sonra 5-ə baxırıq. Ailə sahibkarlığı məşğul olması üçün gəlinin 20%-ni ayırmaq qərarına gəlir. Ailənin aylıq gəliri 3400 manatdır və ailənin digər xərclər üçün qalan vəsait nə qədər olar? Bizdə ailə sahibkarlığı üçün bunun deməli faizini tapacağıq. Cavab burada D variantıdır 680 manat. İndi izahına Word proqramında baxaq. Deməli 3400-ün 100-ə nisbəti, ikisinin də 20-yə nisbəti, 100-ü x-ə çarpaz vururuq, 3400-ü 20-yə vururuq, 100x bərabərdir 68.000, x də bərabərdir 68.000-i 100-ə böləndə 680 manat. Cavab eləyəcək D variantı. Sonra keçirik növbəti testimizə. Növbəti testimiz deməli baxırıq 6-cı testimizə. Kütləsi 60 qram olan ağacın həcmi 15 qrama bərabərdirsə, bu ağacın sıxlığını tapın. Deməli, burada cavab Y variantı 4-dür. Gəlin indi Word-də izahına baxaq. Deməli, bizə düsturumuz nədir? Rho bərabərdir M bölmüş V. Rho sıxlıqdır, M kütlədir, V də həcmdir. Verilənləri yerinə qoyuruq. Deməli, Rho bərabərdir M bölmüş V-yə, M kütlədirsə 60 bölək 15 qrama, o da bərabər 4 qram. Cavab olacaq Y variantı. Keçirik digər testlərimizin həllinə. Digər testimizin həllinə baxırıq. Demək, 6-ya qədər izah elədim. Word-də də məsələlərin həllini göstərim ki, sizə asan qaydada məsələlərin həll etmək rahat gəlsin. Demək, 6-da cavab Y oldu. Keçirik 7-yə. 7 dil nəfəsi üçün torlu çərçivə hazırlanmasının texnoloji xəritəsində verilən şəkli uyğunlaşdırın. Baxın, bu bizim kitabımızı açacaq göstərəcəm. Kitabımıza baxırıq. Kitabımızda görürsünüz, 2 dənə x varsa, 2 dənə x, baxın bu şəkildə, bu təsvirdə. Bu nəfəsi üçün çərçivənin hazırlanmasında. İkinci şəkildə 2x varsa, zivanın hazırlanmasıdır. Bax, təsvirdə 1x varsa, yarığın hazırlanmasıdır. Deməli, biz zivananı mişarlayarkən bıçqı çöl tərəfdə olmalıdır, yarığı mişarlayarkən isə iç tərəfində olmalıdır. Burada şəkli göstərirəm ki, yəni şəkildə baxın eynidir, amma birində 1x var, birində 2x var. Aha, bizdə sual nə cür idi baxağın? 7-ci testimizə baxırdıq. 7-ci testdə deyir ki, nəfəsi üçün torlu çərçivəsinin hazırlama texnologiyasına verilən şəkli uyğunlaşdırın. Burada cavab B variantıdır. Çünki deyir, digər iki tirciyin kənarlarında yarıqlar nişanlanır, yarığın kəsilib götürəcək hissəsi işarələnir. Dedim ki, zivanada çöldə 2 dənə x olmalıdır, yarıqda isə 1 dənə x olmalıdır. Biz bunu da neynədik? Harda gördük? Gördük ki, zivanada 2 dənə x var, yarıqda isə 1 dənə x var. Aha, keçirik növbəti testimizə. Cavab oldu B variantı. Sonra baxırıq. Nəfəsi üçün torlu çərçivənin hazırlanmasının texnoloji xəritəsində verilən şəkil haqqında doğru olanları müəyyənləşdirin. Burada da görürsünüz 2 dənə x varsa, demək zivaniyə aiddir. Burada cavab C variantı olacaq. Üçüncüdə xarrat verticakı, resmus, xəttkeş, bucaqlı karandaşdan istifadə olunur. Kitaba da baxarsınız. Yəni şəkildə ikinci ardıcıllıq. Həmçinin də deməli 6-da nə verir? Zivananın ölçüləri 2 tirciyin uç hissəsində nişanlanır, mişarlanacaq hissələr qeyd olunur. Demək 2x varsa zivanadır, 1x varsa yuxarıdakıda 1x varsa yarığın nişanlanmasıdır. Sonra 9-da deyir verilən şəkli uyğunlaşdırın. Baxın, burada 340
görsüz santimetr, 40 santimetr, daha doğrusu millimetr ölçülər göstərilibsə, bu nəfəslik üçün torlu çərçivənin hazırlanması cavab Y variantıdır. Gəlin indi onu kitabda da göstərim sizə. Baxın, görsüz 340 veribsə, nəfəslik üçün torlu çərçivənin hazırlanmasıdır millimetr. Əgər verməyibsə, sadəcə üzərində rəqəmlər verməyibsə, onda yapışdırılmış çərçivə təmizlənir və tor onun üzərinə bərkidilir və istifadə olunan da deməli alət və tərtibatlar da bu xanada qeyd olunmuşdur. Əgər 300 rəqəmi və 40-ı görürsə, demək nəfəslik üçün torlu çərçivədə. Burada cavab nə oldu? Bir də testimizə qaydırıq. Deməli, bir də testimizə qaydırıq. Nə idi o? Burada Y variantı oldu. 9-da da cavab Y variantı oldu. 10-cu sualda deyir ki, şəkildə verilən ötürücü mexanizmin növünü müəyyənləşdirin. Ötürücü mexanizmin növünü müəyyənləşdirirsə, bu əlbəttə ki, vintli ötürmə C variantıdır. 11-də deyir, elektrik çaydanın quruluşunun hissələrini seçin. Elektrik çaydanın quruluşu əlbəttə biz bilirik ki, nədən ibarətdir? Gövdə, qızdırıcı element, avtomatik elektrik açarı, elektrik şnurlu atlıqdan ibarətdir. A variantı doğrudur. Baxın, yadınızı saxlayın. Dəstək harda versə, dəstəyi götürmürük. Çünki dəstək aiddir bizim ütümüzə. Və bir də burada Y-də verib buxarın fasiləsiz verilməsini tənzimləyən link sözünü görürüksə, bu da ütüyə aiddir. Sonra burada da deyir ki, su tökmək üçün deşik bağlayan qapaq. Bu da ütüyə aiddir, ona görə götürmürük. Deməli, dəstək B-də var, ona görə götürmürük. Bir də lövhəciyi qaldıran min ütüyə aid olduğuna görə götürmürük. Hər bir variantda ütüyə aid variantlar var. Amma bir dənə A-da elektrik çaydan quruluşunda hamısı çaydana uyğun olduğuna görə A variantını götürürük. 12-də uyğunlaşdırma deyir, uyğunlaşdırırıq. Deməli, burada cavab B variantıdır. Texnoloji maşınlar, nəqliyyatçı maşınlar, məlumat maşınları və qurğular, nəqliyyat maşınları, energetik maşınlar, məişət maşınları. Birdə cavab D-dir. Texnoloji maşınlara aiddir ştamplama dəzgahı, laqunda dəzgahı. 2-yə aiddir nəqliyyatçı maşınlar, C variantı, ekskavator və transportyor. 3-ə aiddir məlumat maşınları və qurğuları. Məlumat maşınları, rəqəmli aparat, video qeydiyyatçı qurğusu. 4-ə aiddir Y variantı. Deməli, ştamplama, daha doğrusu lokomotiv, metro. 5-ə aiddir B variantı, energetik maşınlara. Deməli, reaktiv mühərrik, daxili yanma mühərriki. 6-ya da aiddir C variantı, kondisioner və sərinləşdirici məişət maşınlarına aiddir. 13-də deyir, şəkildə göstərilən taxtanın əyilmə növünü müəyyənləşdirin. 13-də cavab B variantıdır. N formadadır. 14-də baxırıq. Oduncağın möhkəmliyi, yenə uyğunlaşdırma istəyir. Oduncağın bəşliyi, oduncağın elastikliyi, oduncağın mütləq rütubəti, oduncağın rəngi iyi və oduncağın rütubəti. Mütləq rütubət və rütubətlə arasında fərq var. Onlar da kitabda yazılıbdır. 14-cü variantda, 14-cü testdə uyğunlaşdırma istəyir. Cavab burada E variantı olacaq, uyğunlaşdırma. Burada bax, oduncağın nəyin deyəsiydim, kitabın hansı səhifəsində verilibdir. Ağacın növü ilə təyin olunur. Deməli, nəyi? Oduncağın rəngi. Bunu kitabda göstərim sizə hansı səhifədədir. Demək, mövzu 7-də, mövzu 7-də oduncağın rəngi. Aha, baxın. Burada oduncağın rəngi. Baxın, görürsünüz, oduncağın elastikliyi xarici təsir götürdükdən sonra əvvəlki forma və ölçüsünü bərpa etməkdir. Xizəyin, xəttkeşin, yaylı oxun elastikliyi bu haqda təsəvvür yaradır. Oduncağın rəngi ağacın növü ilə təyin olunur. Baxın, burada ona görə oduncağın rəngi nə ilə, ağacın növü ilə təyin olunur. Ona görə də variantda nə vermişdim? Bir də baxırıq təkrarən. 14-cü testimizdə ona görə də A variantı var idi. Bax, bu 5-ə A variantı yazmışam. Ağacın növü ilə təyin olunur oduncağın rəngi. Aha, 15-ə baxırıq. 15-də deyir ki, Vüsal nar mövsümü vaxtı atasına kömək məqsədi ilə narı asanlıqla daşımaq üçün taxtadan yeşik düzəltmək qərarına gəlir. O, tamasaların qalınlığı 40 mm olmaqla nişanlayıb kəsir. Alınmış hissələri yapışqanla birləşdirərək düzbucaqlı şəklində yeşik hazırlayır. Hazırladığı yeşikdə narı daşıyan zaman yeşik sınır. Vüsal harda səhv olub? Əlbəttə ki, biz 40 mm yox, deməli, 80 mm-dən çox olan açıq üçqat birləşmədən, künc yeşik birləşməsindən istifadə etməliyik. Burada cavab D variantıdır.
Kitabda da baxarsınız. 3-cü yeşik birləşmələri üçün açıq 3 qat zivanadan istifadə olunur və zivananın qalınlığı da 80 mm-dən çox olmalıdır. Burada verilən variantlar yanlışdır. Burada yapışqanla bağlı bir problem yoxdur. 40-dan 80-dən varsa açıq 2 qatdır. Düz bağlı istifadə olunmur. Açıq bir 2 qatın da zivana birləşməsindən istifadə olunur. Eyni cümlədə B-dən demək olar ki, Y. Cavab burada D variantıdır. Aha, 16-da yenə uyğunlaşdırma istəyir. 16-da uyğunlaşdırma cavab C variantıdır. Siz özünüz kitabdan baxaraq hissələri uyğunlaşdırarsınız. Daha doğrusu əzbəri bilməlisiniz ki, uyğunlaşdırmanın kitab yox, yanınıza dəftər qələm qoyub 1, 2, 3, 4, 5 və variantları da uyğunlaşdırın. 17-də deyir ki, nəfəsliyi üçün yapışdırılmış çərçivənin bütün küncləri aralarına atlıq taxta parçaları qoyulmaqla sıxaclarda sıxılmalıdır. Bu zaman atlıq taxta nədən olmalıdır? Əlbəttə ki, burada 17-də cavab fanerdən olmalıdır. Bu da bilirsiniz, harada göstərilibdir. Aha, bir dəqiqə gözləyin, göstərəcəm harada göstərilibdir. Baxın, bu nəfəsi üçün çərçivənin hazırlanmasının deməli zivana birləşməsi olunacaq məlumatlar yığarkən bir sıra qaydalara riayət etmək lazımdır. Sonuncu cümləsində yapışdırılmış çərçivənin bütün künclərini aralarına atlıq taxta faner parçaları qoymaqla sıxaclarda sıxılmalıdır. Növbəti testimizə baxırıq. 17-yə baxdıq. 17-yə baxdıq. Demək 18-ə baxırıq indi. 18-də yenə baxaq görək nə deyir. 18-də deyir, təbii halda qurutmaq üçün yığılan taxtaların arasında enli istiqamətdə nələr düzülür? Bu, təbii halda qurudulan taxta və süni kameralarda təbii halda yel çəkən talvar altında qurudulur. Bu zaman tirlərdən istifadə olunur. Cavab A variantıdır. 19-da deyir, yanlış fikri müəyyənləşdirin. A-da deyir, bütün istinələr böyük zərbə zamanı taxta və plastik kütlədə olan çəkicilərdən istifadə etmək lazımdır. A doğrudur. İstinəyə polad çəkici və əl ilə vurmaq olmaz. Bu da doğrudur. Yuva və yarığın dəldikdə detalın altına oduncaq kəsiyi qoymaq lazım. Bu da doğrudur. Zivana birləşməsini uyğunlaşdıran zaman sağ əldəki barmaqlar yiyənin üzərində olmalıdır. Yanlışdır. Sağ əldəki yox, sol əldəki barmaqlar olmalıdır. Cavab D variantıdır. Yerdə deyir, nişanlanmış detalı bıçqlamaq üçün dülgər dəzgahla sıxaclarında möhkəm bərkitmək lazımdır. Bu da doğrudur. Burada cavab D variantıdır. Biz istənilən əlimizdə iskan olsun, istər yiyə olsun, nə tuturuqsa sol əlimizi onun üzərinə qoymalıyıq, sağ əlimizi yox. 20-də deyir, verilənlər içərisində hansı birləşmə sökülən birləşmədir? Əlbəttə ki, vintli birləşmə sökülən birləşmədir. Cavab C variantıdır. Yapışqan, zivana, mismar, şkant, sonra ara kəsmə, yəni çivlən birləşmələr, sonra qaynaqla birləşmələr, lehimlə birləşmələr sökülməyən birləşmələrdir. Vintli birləşmədir, şurupla birləşmədir. Bunlar isə sökülən birləşmədir. Sonra 21-də deyir ki, çaydanın içərisindəki ərfi nəyin köməyi ilə təmizləmək olmaz? Əlbəttə ki, abraziv vasitəsi. Cavab Y variantıdır. Sonra 22-də çaydanın hissələrinin zədəli olduqda ondan istifadə etmək qadağandır. Hissələri seçin. Əlbəttə ki, elektrik çəngəli, qidalanma şumuru və avtomatik söndürmə qurğusu deməli bu təhlükəsizlik qaydalarında verilibdir. Zədəlidirsə, həmin çaydanları istifadə etmək olmaz. Cavab A variantıdır. 1, 2, 3. Burada deməli veribdir bizə gövdə. Gövdə ilə bağlı bir əzilmə olarsa biz həmin çaydanı işlədə bilərik. Dəstək yoxdur deyirəm çaydanın hissələrində. Dəstək aiddir ütüyə. Şəffaf pəncərəsi də cızıqlı da olsa biz onu işlədə bilərik. Amma qalan elektrik çəngəli, qidalanma şumuru, avtomatik sönmə qurğusu xarabdırsa, həmin çaydanları istifadə etməyə qəti qadağandır. Bu qədər əziz müəllimlər, testimizin izahı. Növbəti testlərimizin izahımızda görüşmək ümidi ilə sağ olun, salamat qalın, özünüzə yaxşı baxın.